Allahın salamı, rəhməti və bərəkəti hər bir kəsin üzərinə olsun. Qovulmuş şeytanın şərrindən sənə sığınıram ilahi. Rəhman və Rəhim olan Allahın adıyla. Həmd sənə olsun aləmlərin Rəbbi olan Allaha. Hər şey Allaha məxsusdur. Qarşıdan Mah-i Muharram ayı gəlir. Allah ibadətlərimizi ali dərəcədə qəbul eləsin. Deyil ki, ağlı ey şiyə yenə yer üzünə qəm gəlir. Ağlı ey şiyə yenə yer üzünə qəm gəlir. Gey qarə pərçəmini Mah-i Muharram gəlir. Gey qarə köynəyini Mah-i Muharram gəlir. İnşallah Məhərrəmlik ayı yaxınlaşır. Allah Teala ibadətlərimizi ali dərəcədə qəbul eləsin. Yenə imamlarımıza 40 gün yas saxlayacağıq, sonra Ərbəyin, ondan sonra Səfər ayı daxil olacaq. Ondan sonra isə Məhərrəmlik ayı ilə vidalaşacağıq. Allah Teala ibadətlərimizi ayrı salmasın. Allah Teala özü bizi canımıza can sağlığı, ibadətlərimizi ali dərəcədə qəbul eləsin inşallah. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu. Allah Teala qəbul eləsin inşallah.